Əziyyətsiz, xəmir yoğurmadan, yuxu açmadan, ayınız dəmlənənə qədər 30 dəqiqəyə hazırlayacağınız bir ballı tort resepti ilə qarşınızdayım. 100 qram balı tavada isidirəm. Üzərinə 1 çay qaşığı çay sodası əlavə edirəm. Tortunuzun ləzzətinə ləzzət qatmaq üçün ləzzətli kərə yağından istifadə etməlisiniz. 100 qram da sabun məhdud sayda saçığa çıxarılan kərə yağından istifadə elədim. Ballı qarışım orada soğuyana qədər 4 ədəd yumurtanın üzərinə 1 stəkan şəkər tutu, 1 paket vanil əlavə edib qarışdırın. Kremi üçün 25-30% xama, bişmiş, qatlaşdırılmış süd əlavə elədim. Çox ləzzətli olur. Soyuyan ballı qarışımı yumurtalı qarışımla birləşdirib üzərinə 1 stəkan yarım un əlavə edirik. Xəmiri 2 hissəyə bölüb soba listinə əlavə edirik. Öncədən isidilmiş 170 dərəcəli sobada bişirilməlidir. Varsa belə bir setka, yoxdursa altına bir bez əlavə edin və tərsinə çevirin. Kənarlarını üzəri üçün belə ayırın. Ortadan da bölsəniz 4 ədəd korjunuz olacaq. Klasik ballı tortda olduğu kimi hər qatına krem və korjları əlavə edin. Onda isə krem və üzərinə qırıntıları əlavə edin. Altına yağlı kağız əlavə elədim ki, qırıntılar dəzgaha tökülməsin. Budur, əziyyətsiz, xəmir yoğurmadan, yuxu açmadan, dadına doymayacağınız, gözlətmədən kəsib servis elədim, yumuşaq, pambıq kimi. Yanında bir pürrəngi çayınız da varsa, artıq sizdə bir sözüm yox. Uşaqdan böyüyə bunu hər kəs hazırlaya bilər. Nuş olsun, göz haqqınızı halal edin. Videonu bəyənib dostlarınızla paylaşın, rəyləriniz mənim üçün maraqlıdır. Hələlik.